Axşamınız xeyirli olsun. Hər kəsi salamlayıram. Xoş gəlmisiniz. Bu bazar günü kimi istirahətdə, kimi hələ də bəlkə də çalışır, fəaliyyət göstərir. Amma hər kəsin axşamı xeyirli olsun. Qrupumuzda çox ciddi belə passivlik hiss edirəm. Bilmirəm nə ilə də əlaqəlidir. Bəlkə isti yay günlərdir, insanlar istirahət edir, ola bilər. Səs Salam mikrofonlar Samira xanım. açıqdır. Axşam Necəsiz? xeyir. Yaxşı, çox sağ Xoş olun. gördük sizi, maşallah. Mən Çox də çox xoşdur sizi bu gün də görməyəsin. minnətdaram, minnətdaram Ayda Yəqin xanım. avqustda hamı dincəlməkdədir çoxsu, başı qarışıqdır. O da ola bilər. O da ola bilər. Amma Yayın çox vaxt sonlarıdır, hamı fürsətdən istifadə etməyə çalışır yəqin ki. bilirsiniz, sentyabr ayından artıq yeni tədris ili başlayır. Həm iş proseslərində də bir də görürsünüz ki, yeni layihələr, yeni ideyalar hamısını ərsəyə gətirmək lazımdır. Ona görə də biraz səfərbər olmaq üçün istirahəti doya-doya yaşamalıyıq. Yəni ona görə aydın məsələdir. Bazar günü ona görə saldım görüşümüzü ki, bilirəm ki, bir çoxu həftə içi günorta saatlarında çatdıra bilmir. Onlayn qatılanda belə görürəm ki, belə deyək də ötəri iştirak edə bilir, suallar verə bilmir. Ona görə düşündüm ki, bəlkə axşam saatlarında daha rahat, münasib bir vaxt kimi sayılır. Amma görürəm ki, yenə də hətta bir neçə xanım yazdı ki, niyə görə bazar günü salmısınız görüşü? Yəni belədir. Nə qədər də olsa hamını qane etmək olur. Axşamınız xeyir olsun. Axşamınız xeyirli olsun Nazlı xanım. Hər kəsi görməyə şadam. Bugün ümumiyyətlə mən heç bir sosial şəbəkəni açmadım. Çünki düşündüm ki, elə onlayn Zoom-da kim daxil olacaqsa, neçə nəfər olacaqsa, elə rahat şəkildə özümüz öz aramızda bu geniş və aktual bir mövzunu müzakirə edə bilərik. Yəqin ki, mövzudan məlumatlısınız da. Özgüvən və ümumiyyətlə şəxsi keyfiyyətlər, üstünlüklər, hansılar ki, həyatı boyu hər bir insanı narahat edir. Elə bir insan olmaz ki, desin ki, mən ömür boyu özümə güvənmişəm, özümə inanmışam, heç nədə tərəddüd etməmişəm. Hər bir mərhələnin öz təsiri olur bizə, düzdürmü? Razısınız? Nə qədər də olsa özgüvən dəyişən bir prosesdir də. Və bayaq da qrupda bilmirəm, izləyə bildiniz yoxsa yox, Kənan müəllim də bir səs göndərdi. Yeni tədris proqramı ilə bağlı. İzləyən Bəli, oldu mən mu? dinlədim, gözləyənə kimi sizi dinlədim onu. Uğurlar diləyirəm yeni proyektdə. Çox sağ olun. Yeni proyekt deyəndə ki, bu bizim psixologiya məktəbimizin daxilində keçirilən bir proqramdır da. Yəni biz ildə bir dəfə ailə terapiyası tədrisini aparırıq psixoloqlar üçün. Amma bu dəfə bir qədər daha geniş imkanlar əlavə etdik. Orada həm superviziya daxildir, həm Kənan müəllimin iştirakı da bir qədər daha aktiv olacaq əvvəlkilərindən nisbətən, həm də ki, psixoloq olmayanlar üçün də belə bir fürsət yaratdıq ki, çünki coaching prosesində də mütləq ailə münasibətləri ilə rastlaşan insanlar çox olur. Amma təəssüflər olsun ki, hər kəs peşəkar yanaşmır bu prosesə. Anara xanımı da salamlayıram buradan. Belə görürəm tanış simalar daha çoxluq təşkil edir bizim bugünkü görüşümüzdə. İndi yavaş-yavaş ola bilər ki, birazdan qrupun digər üzvləri də kim indi imkan tapacaq, daxil olacaq. O baxımdan biz həm konkret olaraq söhbətimizi daha interaktiv keçirə bilərik. Tərana xanımı da salamlayıram. Xoş gəlmisiniz. Bizim bugünkü mövzumuz demək olar ki, özgüvəndirsə, deməli hər kəsi narahat edən bir prosesdir. Mən indi istərdim mövzunu keçid etməzdən öncə bir sualla müraciət edim. Bilirəm ki, tanıdığımız insanlar burada nə qədər yaxın tanısam da, bilirəm ki, hər kəsin özü ilə əlaqəli olan gizli məqamları ola bilər ki, öz daxilində bu prosesləri yaşayır. Amma soruşanda ki, bax, özünüz təqdim et, özün barədə bir-iki kəlmə söz dinən, şəxsi təqdimatda bu çox vaxt, elə ünsiyyət bacarığı kursunda da biz bunu keçəndə görürdük ki, şəxsi təqdimatda insanlar bir qədər tərəddüd edirlər özü haqlarında danışanda. İndi mən xahiş edəcəm, hər biriniz bir sözlə özünüzü necə ifadə edərdiniz? Kommentdə rəydə yazın ki, səsləri qarışmasın, zəhmət olmasa. Bax, necə düşünürsünüz? Ağlınıza gələn özünüz barənizdə bir təsəvvür. Mən necəyəm? Mən necə biriyəm? Bax, deyəndə, soruşanda. Necə düşünürsünüz? Çox maraqlıdır ki, bu mövzunun əslində mən niyə görə bugün
məhz təlimimizdə işıqlandırdım. Çünki sorğu keçirtdim qrupda və orada fərqli problemlər, yəni psixoloji tərəfdən də insanların üzləşdiyi müxtəlif problemləri qeyd elədim. Elə ora daxil də ailə münasibətləri də, digər psixoloji narahatlıqlar da, amma ən çox səs toplayan məhz özgüvən oldu. Ola bilər ki, indi bugünkü görüş bəlkə bir həftə öncədən sorğu keçirilmişdi, bəlkə də unudulub, amma həmin o sorğuda aktiv iştirak edənlər, sonradan mənə yazanlar hələ ki qrupda yoxdular. Ona görə yavaş-yavaş keçəcəm bu prosesə, bu mövzuya, gecikənləri də nəzərə alaraq. Ona görə zəhmət olmasa, vaxtımızdan səmərəli istifadə edək və hərəniz özünüz haqqında bir söz yazardınız, zəhmət olmasa. Görün, indiki, bax, burada iştirak edənlər özləri barədə düşünür. Misal üçün, mən əvvəllər məndən soruşsaydılar, mən deyərdim ki, utancaq. Bax, özüm haqqında bunu deyərdim. Utancaq. Çünki həddindən artıq kompleksli bir qız idim. İnanırsınız, məktəb illəri olsun, institut dönəmlərində, sonra işə düzəlmişdim, televiziya sahəsində çalışırdım. Bilirsiniz də, mənim birinci fəaliyyətim çox belə aktiv fəaliyyət sayılırdı, amma o qədər komplekslər içərisində gərgin olurdum ki, bilirdim ki, mənə qəfil söz versələr, bəlkə də üzüm qızarar. Verməsələr, heç danışdırmasalar danışmazdım. Məktəb illərində ümumiyyətlə bəlkə də 1-2 yaxın rəfiqə edilməzdimi. Daha kimlənsə biraz səmimi danışdığım qızlar olardısa, onlarla ünsiyyət saxlayardım. Aktivlik belə, deyim sizə, son, o da nə ilə əlaqəlidir, onu da izah edəcəm. Bu incə, bu psixoloji incə bir prosesdir də. Onu insan tədricən müşahidə etdikcə, özünü təhlil etdikcə artıq o əlaqəni görə bilir ki, nə baş verdi mənim düşüncələrimdə o keçid prosesi ki, mən artıq qəfil özümdə o gücü, o inamı toparlaya bildim. Yəni onu tapa bildim. Hardan qaynaqlandı? Bax, o həmin o keçid prosesini insan fərqində olanda daimi şəkildə həyatı boyu insanın üzləşdiyi müxtəlif vəziyyətlərdə həmin o binövrəyə arxalanır. Bax, o çox vacib bir məsələdir. Bəzən insanlar onun fərqində olmur ki, necə ola bilər ki, mən əvvəllər bu işə çox rahatlıqla yanaşırdım, indi niyə görə əziyyət çəkirəm, indi mənə narahat edən nədir? Çünki o içindəki o sütun hardan qaynaqlanır? Yəni, əsas da təməli nəyin üzərində qurulur? Onun fərqində olmurlar. Yəni, o keçid proseslərini mən gedəcəm. Hələlik fikirlərinizi görmürəm. Bu da Samira xanım, Samira xanım, Buyurun. necəsiz? Axşamınız xeyirli olsun. Səhv oldum sizi eşitməyə. Çoxdandır Can. sizinlə Can. görüşmürük. Amma Çox sağ olun. sayəsində sevginizi görürəm. Ay, çox sağ olun. Keçid dövrü dediniz. O məni o qədər diqqətimi cəlb elədi. Çünki sizin mənim həyatımda toxunuşunuz, Kənan müəllimin toxunuşu çox olub və o keçid dövrünü mən keçmişəm, hansı ki, özümü təqdim etməkdə çətinlik çəkirdim belə. Görünməyə çətinlik çəkirdim və hətta özüm haqqında belə bir şeyləri deməkdə orada problemlər yaranırdı məndə. Bugünsə əlbəttə ki, çox böyük bir dəyişim var. Yəni bu danılmaz bir faktordur və həqiqətən də sizin ümumiyyətlə mənə deyin, Tərənə xanım, belə etməyin, bu cür edin. Yəni başqa bir işlə əlaqədar yadınıza gəlirsə, biz onunla əlaqədar başlayırdıq, menecer kimi çalışırdım. Dediniz ki, yox, burada bunlar doğru deyil, burada yanlışdır. Bu özünü düzgün ostun var ha. Bax, mən ostunu tuta bilmirdim. Hətta Kənan müəllimin ilk ostunu necə tapdım, mən sizə deyim. Çox maraqlıdır ki, bir mövzu ilə əlaqədar mən sizinlə görüşdüm. Sonra bir də gözümü açdım ki, mən psixologiya məktəbindəyəm. Və ostunu necə tapdım? Yadınıza gəlirsə Kənan müəllimin bir sözü ki, sizdən yaxşı diktor olar Tərənə xanım. Gəlin yanımıza, gəlin sizi nitqinizi, diksiyanıza bir düzəliş edək. Ay, sağ ol. Bax, Tərənə xanım, axşamınız xeyir. Üzrü sayın. Tərənə xanım bizim Tərənə xanımdır. Bəli, Mərdanova. Necəsiz? Mən də uzun illərdir Tərənə xanımı tanıyıram və bu keçid dövrünü izləmişəm. Yəni biz də onun şahidi olmuşuq. Sizə qurban diləyirəm. Rəssamlıq Akademiyasına çalışırdı. Bəli, Sizin Ayda xanım. diksiyanız çox gözəl idi və firmalarla da çalışırdınız. Onların təqdimatları, həmişə danışırdınız, canlı yayımlarınız yadındadır. Bəli, mən elə ona toxunmaq istəyirdim. Çox sağ olun. Samira xanım stun dedi. Stunu mən necə tutdum, necə elədim, təlimlərə qatılaram.
Bax, o Bəli. düşüncə prosesində Tərənə xanım çox vacibdir ki, kənardan bizə çox şey deyilə bilər. Ona görə afirmasiyaların əslində gücü o qədər də yetərli deyil də. Yəni insana nə qədər kənardan desən ki, səndə alınacaq, inanıram sənə, bu bir tərəfdən bilirsiniz, təşvişi artırır. Elə bil ki, məsuliyyət yükü çoxalır. İnsan düşünür ki, mənə bu qədər insan inanır, mən onların belə deyək də ümidini yerə vura bilmərəm, ona görə məndə alınmalıdır. Onda təşviş artır, gərginlik artır, özgüvən artmır. Bu bir-birinə mane olur. Ona görə izləmək lazımdır ki, hansı fikir beyninizdə yarandı ki, o fikirdən qaynaqlanaraq siz özünüzə o gücü tapdınız, özünüzə o inamı tapdınız. Mən necə deyərdim, deməli Kənan müəllim elan etdi ki, psixologiya məktəbinə tələbələr hazırlayıram və mən də həmin konsiliuma qatıldım. Həmin anda Kənan müəllim mənə sorğu-suallar edildi ki, sizin insanlarla danışıq qabiliyyətiniz çox yaxşıdır. Yəni bu potensialı mən sizdə bir mütəxəssis kimi görürəm. Həqiqətən də onu o ulduzun işığını mən öz içimdə tapdım və hətta o 20-liyə düşmədim, amma yenə də ümidlə gözləyirdim ki, mən bir gün ora düşəcəm. Və buna inandım. Özümə inandım. Baxın, çox gözəl toxundunuz ki, sizə çox şey deyə bilərlər. Amma sənin içində o güc, o inam, o istək, o içindəki disiplin olmasa, mən bugün bu il 7-ci ildir da biz bu sahənin içindəyik və 7 ilin ərzində çalışırıq, vuruşuruq, necə deyərlər, öyrənirik, hələ davam edirik. Hələ də davam edir və edəcəkdir. Bəli, hələ də davam edir. Minnətdaram Tərənə xanım, bu gözəl etirafınıza görə çox təşəkkür edirəm. Şəfəq xanımı da buradan salamlayıram. Tanış adları da görmək çox xoş olur. Mütləq Tərənə xanımın dediyi bu fikir çox önəmlidir ki, insanlar bax bunun fərqində olmalıdırlar ki, bizim öz içimizdə yaranan bir özümüzlə əlaqəli təsəvvür olmalıdır. Bax, bu çox vacib məsələdir. Ola bilər ki, Tərənə xanımın həyatında, baxın, dediyimiz bu mərhələ, bu addımlar, keçidlərdə özünü nələrdəsə o kiçik addımlarda doğruldurdu. Bu çox önəmlidir. Çünki özgüvən formalaşır vəziyyətlərdə. Yəni biz bugün planlaşdırırıqsa nə isə və onu ediriksə, bu artıq bir addımda bizim özümüzə qarşı güvənimizi artıracaq. Yox, əgər biz bugün deyiriksə bunu etməliyəm, amma hansısa müxtəlif psixoloji aspektlərdən irəli gələrək bunun fərqində olmaya bilərik, yeri gəlmişkən deyim. Amma ertəliyirik, yəni müxtəlif obyektiv sanki bəhanələr tapırıq da. Sanki axı vaxtı deyil, indi hal-hazırda məndə bu çatışmır, bunu da edim, sonra edərəm. Qaçmıram ki, tələsmirəm ki, hələ biraz da hazırlaşım. Biz bunu özümüzə müxtəlif bəhanələrlə həm özümüzə, həm insanlara inandırırıq, amma özgüvən aşağı düşür. Çox sağ olun, təşəkkür edirəm. Yeni qoşulanları da buradan salamlayıram. Vacib bir mövzudur. Çünki bu mövzu hər kəsi maraqlandırır və hər bir insan da öz misal üçün atdığı addımlarda hardasa büdürəyirsə, hiss edirsə ki, nələrsə çatışmır, çox vaxtda nə etməyə istəyir? Kimdənsə kömək etmək. Bax, hər hansı bir insanın deyir ki, mənə dəstəyi lazımdır. İstər mənəvi dəstək olsun, istər dəstək yaxşıdır əlbəttə ki, istər maddi dəstək olsun, emosional cəhətdən. Bir kimsənin yanımda olması lazımdır ki, sanki əlimdən tutsun və mən bunu edim. Belə olan halda insanlar çox vaxt daimi bu düşüncə tərzidir də, möhkəmlənir bu mövqe bizim həyatımızda və bizi hər dəfə kimdənsə və nədənsə asılı edir. Bax, burada yazırlar ki, özgüvənsizliyin başlıca səbəbi təşviş pozuntusundan irəli gəlir. Çox yaxın, belə deyim də, əlaqədir, tutmursuz çox. Bunun mütləq səbəbi var. Çünki insan bayaq dediyim kimi də təşviş yüksək olanda təşvişin yaranma səbəbi əslində hardan qaynaqlanır? İnsanın həddindən artıq məsuliyyətli olmağından. Yəni biz əgər öz öhdəliyimizə çoxlu sayda işlər götürürüksə, bir başqa insanları daimi şəkildə nəzarətdə, kontrolda belə saxlamağa çalışırsa ki, birdən onlar səhv edirlər, onun yerinə belə düşünüm, onun yerinə belə kömək edib, bax bu yük təşvişi artırır. Biz nə qədər də olsa çalışırıq bugünü deyil, sabahı düşünməyə və sabahı düşündükcə
müxtəlif qorxular, narahatlıqlar yaranır və insanın özünə qarşı inamı azalır. Yəni mən başa düşürəm ki, bu yük mənimlədir də, özümdən bilirəm. Baxın, əlbəttə ki, hər kəsin öz həyatdakı təcrübələr də buna əsas verir ki, insan başa düşür axı, məndə indi hal-hazırda bilirəm xüsusiyyətlərim, bilirəm ağlımı, bilirəm potensialımı, bəlkə də ətrafda insanlar məni bunu inandırır. Amma niyə görə özümdə o cürəti tapa bilmirəm? Niyə görə bu istiqaməti addımlayarkən dərhal qorxular, dərhal bu təşvişli fikirlər mənə mane olur ki, hər dəfə hər bir işi yarıda qoyuram. Yeri gəlmişkən deyim ki, bu özgüvən məsələsi təkcə işgüzar mühitdə deyil, şəxsi münasibətlərdə də özünü göstərir. Şəxsi münasibətlərdə də insan qeyri-səmimi münasibət qurmağa başlayır. Bax, bu özgüvənsizlik imkan vermir ki, biz olduğumuz kimi olaq. Yəni, bizi nəsə narahat edəndə onu ifadə etmə tərzinə də belə təsir edir. Çünki narahat oluruq ki, birdən mənim dediyim bu söz, misal üçün də, partnyoruma xoş təsir bağışlamaz, münasibətlər qırılar və yaxud da ki, həddindən artıq impulsiv reaksiya göstəririk ona görə ki, bu da özgüvənsizlikdən irəli gəlir də. Misal üçün, qısqanclıq zəminində baş verən bu proseslər hardan qaynaqlanır? İnsanın özünə inamı azalır. İnsan düşünür ki, hə, deməli, burada nəsə ola bilər, burada mənə qarşı xəyanət kimi böyük bir problem yaşanıla bilər, mən onun qarşısını almalıyam, mən nəzarət etməliyəm və biz hər dəfə özümüzdən kiçik-kiçik addımlarla uzaqlaşdıqca sanki başqa bir avatar yaradırıq. Bax, özümüz olmuruq. Bugünkü əyani sübutdur da, düzdürmü? İnsanlar, xanımlardır, bəylərdir, fərq etmir. Cinsiyyətə bu ayrılmayacaq. Bugün yetərincə çox sayda kişilər var ki, görürsən ki, botoks elətdirirlər üzlərinə. Niyə görə? Çünki onlar bugün özlərini qəbul edə bilmirlər və yaxud da ki, gedirlər idmana, gücləndirirlər, şişirirlər əllərini, qollarını çünki daimi şəkildə o təşviş, həyəcan yaşayırlar ki, birdən mənim necə biri olmağıma mənfi bir fikirlər formalaşdırır. Mən idmanla məşğul oluram. Çox gözəldir, idmanla da məşğul olmaq, aktiv bir həyat tərzi aparmaq olar. Amma bu istiqamətdə ifrat dərəcədə bunu edəndə və bunu bir özünü insanlara sübut etmək məqsədi ilə edəndə, bu aydın məsələdir ki, insanları özlərindən uzaqlaşdıracaq, təəssüflər olsun ki, ona görə həm xanımlarda, həm qadın kişilərdə hər dəfə insanın özgüvəni aşağı olduqda bu bir kompleksdir, natamamlıq kompleksidir. Hansı ki, indi deyəcəyik onun səbəblərinə də mən biraz gedəcəm, o natamamlıq kompleksindən irəli gələrək insanlar çalışır bir başqalarının gözündə daimi ucalsınlar. Ona görə onlara deyilən kənardan kiçik bir sözlər, hətta baxışlar, intonasiya belə, telefon zənginə vaxtında cavab verməmək, bu insanları tez-tez küstürə bilər, incidə bilər ki, bəs deməli mənim hər şey şəxsiyyətlərinə götürürlər də. Elə bir ki, bir kompleks olaraq nə baş verirsə, sanki mənə qarşı qərəzlidir. Deməli, bu bunu deyirsə, mənə bilərəkdən bunu edir. Yəni, sanki mənə heç dəyər vermir, edir. Özlərinə götürürlər və kiçik bu emosional sarsıntılar insanı incidir, özgüvən də bu istiqamətdə artmır. Bir var özgüvən, bir var özdəyər. Baxın, bunlar fərqlidir. Çox vaxt insanlar bunu qarışdırırlar. Özgüvən dediyimiz kimi, bu dəyişkən bir prosesdir. Bu bizim halımızdır. Bugün belə ola bilərik, sabah bir başqa cür ola bilərik və bu normaldır. Əgər bugün bizdə nəsə alınmadısa, bizim özgüvənimiz aşağı düşə bilər və bu normaldır. Əsas normal olmayan bilirsiniz nədir? Harada ki, bu özgüvənsizliyi biz içimizdə dəyişə bilməməyimiz. Bax, bu normal deyil. Çünki bu düşüncə tərzinin haradasa bir xəta kimi, kognitiv xəta deyirlər də buna təhriflər. O xəta o qədər dərinləşir ki, onun üzərində bizim şəxsiyyətimiz formalaşır. Yeri gəlmişkən deyim ki, bax, 1-2 günlük bir işdir. Yəqin ki, yaxın zamanda nəhayət ki, Feniks Erası adlı kitabımız bizim açıq paylaşılacaq PDF formatında, ən azından birinci ki, qruplarda ki, siz bu kitabı oxuyasınız. Minnətdaram. Psixoloji sağlam formada münasibətlərin qurulması metodologiyasıdır, yeni bir yanaşmadır. Hər bir insanın şəxsiyyətindən asılı olmayaraq, onun düşüncələrində yaranmış xətalar üzərində qurulan münasibət modelləri barədədir. Və biz hər bir münasibət modelinə ayrıca bir ad vermişik. Və o adları da, minnətdaram, o adları da biz əsaslandırmışıq. Niyə görə o adı vermişik? Nədən qaynaqlanır? Kökü hardan gəlir?
Və insanlar bu düşüncə tərzi ilə, bu davranış modeli ilə nə cür həyat qura bilərlər, hansı problemlərlə üzləşə bilərlər və sonda o problemlərdən qaynaqlanaraq öz terapevtik proseslərinə nə cür gedə bilərlər ki, o davranış modeli dəyişsin. Bax, oradan bizim hətta bu kitabın daxilində belə bir terapevtik oyun da var. Həmin o metodologiyaya uyğunlaşır, yəni oradan qaynaqlanır daha doğrusu. Onun oyununu da yaxın zamanda bir tədbir olaraq yəqin düşünmüşük, keçirəcəyik. Kitabı oxuyanlar, ümumiyyətlə tanış olanlar, ümumiyyətlə tanış olmaq istəyənlər belə həmin tədbirə dəvətli olacaqlar. Bugün eksklüziv olaraq burada dedim bu məlumatı. Görəydik, hələ o qədər də iştirakçılar yavaş-yavaş yığılır. İlk dəfədir, yəni burada mən söylədim. Yəqin ki, bir-iki günə açıqlama verəcəyik. Niyə görə bunu söyləyirəm? Çünki bizim özümüz haqqında bax bu cür yanlış düşüncələrimiz bizim həyatımızda əks tapacaq. İndi özgüvən niyə görə çox vaxt bax bu dərəcədə insanları incidir? Niyə görə saxlaya bilmirik? Hər dəfə yüksək özümüz haqqında xoş fikirləri, bilirik axı potensialımız buna imkan verir, oxuyuruq, təhsil alırıq. Yəni obyektiv olaraq düzgün qiymətləndirmək insanın özünə aid olaraq xüsusiyyətlərini bu çox yaxşı bir göstəricidir. Bəzən olur ki, ifrat dərəcədə insanların özgüvəni aşırı dərəcədə olur, obyektiv olmur. O da bir problemdir. Həddindən artıq insanın özü haqqında o bəzən olur futuristik bir düşüncələrə malik olması, qeyri-obyektiv ambisiyalara malik olması, bu da natamamlıq kompleksindən qaynaqlana bilər hardasa. Amma obyektiv o deməkdir ki, bugün mənim əlimdə bu var və mən bunu bilirəm və mən bundan istifadə edərəmsə nə olacaq, onu da bilirəm, təxmin edirəm və başa düşürəm ki, əgər yanlış da istifadə etsəm, bu mənim səhvimdir və bu mənim yanlışımdır və mən bunun üzərində öyrənib gələn səfər bir başqa cür nə isə düzəldə bilərəm və plan A, plan B, plan C, yəni mən səhv etmə hüququnu özümə verirəm, icazə verirəm özümə səhv etməyi. Bax, bu çox vacib göstəricidir. Əslində, bəlkə də özgüvəni artırmaq üçün birinci addım kimi görülə bilər. Çox vaxt mən şəxsi terapiyada məndə bu istiqamətə problemlərlə işlədiyim təqdirdə hər dəfə insanlara bunu aşılayıram ki, birinci bizim işimiz nədir? Səhv etməyi özümüzə icazə vermək. Çünki onu etməyənə qədər daimi gərginlik, daimi təşviş, necə olacaq, mənim barəmdə nə düşünəcəklər, bunun sonu nə olacaq, alınmayacaq. Bax, bu kimi fikirlər çox vaxt insanı narahat edir. Və dediyim kimi, dəyər hissi, dəyər bir başqadır. Yəni, özgüvən tez-tez dəyişir, biz başa düşürük, dəyişməlidir də, sadəcə biz daimi şəkildə korreksiya etməliyik. Əgər haradasa görürüksə, nədənsə tərəddüd edirik və bilməliyik o tərəddüd etməyimizin səbəbi hardan qaynaqlanır. Onun fərqində olanda ona təsir etmək imkanı da çox olur. Bir də var dəyər hissi. Bax, dəyər hissi əslində çox əzəldən formalaşmış şəxsi mənin identifikasiyasına bağlıdır. Mən kiməm deyilən bir anlama bağlıdır. Və o qaynaqlanır çox əvvəldən. Yəni, artıq hətta deyərdim 7 yaşından etibarən uşağın özü haqqında bir təsəvvür, hətta 5 yaşından, üzrsən, 5 yaşından formalaşır, 5 yaşına qədər hələ yalnız belə deyək də, yaxınlarla olan reaksiyalardır, münasibətdir, yəni ki, mənə nə cür münasibətli uşaq reaksiyaları yoxlayır, nəyisə yerə atır, bunlar bir başqa. Amma mən kiməm və mənim yanımda olan insanlar mənlə münasibətdə necədir? Bax, bu fikirlər 5 yaşından etibarən, ona görə də nəyisə soruşanda görürük ki, yaddaş prosesi 5 yaşından başlayır. Ondan qədər insan heç nəyə yada salmır da. Amma 7 yaşından etibarən yaxşı nədir, pis nədir formalaşır. Bax, mənəviyyat baxımından hər bir ailənin özünə görə öz dəyərləri olur və bu ailə münasibətlər modelindən qaynaqlanaraq insan da bu dəyərlərin içində böyüyür. Ya dəyərli özünü hiss edəcək, ya da dəyərsizləşdirəcək. Və bunun əgər biz terapevtik proseslərinə getsək, burada daha çox dərin iş prosesləri aparmaq lazım gələcək. İndi mən yenə də qayıdacağım sizə, birinci və sizə verdiyim bu suala. Özünüzü bir sözlə ifadə edin. Bax, bayaqdan bəlkə də danışarkən ağlınıza müxtəlif fikirlər ola bilər. Həm özünüzlə bağlı, həm də bəlkə yaxın insanlarla bağlı fikirlər ola bilər. Çünki ola bilər ki,
Misal üçün də ailə üzvlərində, kimisə övladlarında özgüvənsizlik görə bilər, kimisə yaxın, belə deyim, tanıdığı insanlar, kimsə özündə. Ona görə istərdim ki, bir qədər daha yaxın olum sizi narahat edən misal üçün də və yaxud ki, maraqlandıran, bəlkə peşəkar baxımdan maraqlanırsınız bu mövzu proseslərini dərinlinə getmək istəyirsiniz. Yaxşı olar ki, hələlik öz simanızda təhlil edək. Bizim bugünkü görüşümüzün video yazı ilə də müşahidə olunur. Bunu nəzərinizə çatdırmaq istərdim ki, sonradan narahatlıq yaranmasın. Görürəm ki, heç kim kamerasını açmır bugün. Hamı kamerası bağlı danışır, amma heç problem yoxdur. Açsanız da xoşdur, açmasanız da anlayışla qəbul edirəm. Ona görə rahat olun. Fikirlərinizi kim ki sonradan narahat olacaqsa, fikirlərinizi belə yazılı formada bildirə bilərsiniz. Onsuz da video yazıda yazılar getməyəcək, bir mən görəcəm. Amma heç nədən çəkinmirsinizsə mikrofonunuzu açın, danışın. Bugün özünüzü bir sözlə necə ifadə edərdiniz? Zəhmət olmasa. Gözləyəcəm. Eynəyimi də taxacam ki, daha yaxından görüm yazdıqlarınızı. Hamı bir-birini taxır. Aydındır. Samira xanım, hərdə mən səsi açıram, üzrü sayın, mən görürsünüz, yazmağa imkan olmur. Mənə xoşdur. Məncə bu sözlə mən məsuliyyətli kimi özümü ifadə edərdim. Əla. Qayıdacağıq bu sizin cavabınıza. Digərlərində bir cavabını görək. Kimdə nə cürdür? Maraqlıdır. Çox düşünürsünüz deyəsən. Çox düşünürsünüz. Bu da əslində bir cavabdır. Ya sizə deyim. İnsan əgər özü haqqında bir sözü belə hardasa axtarırsa, bu deməkdir ki, hal-hazırda özünüzdən bir xeyli uzaqlaşmışsınız. Hal-hazırda özünüzü deyil, bir başqalarını, ətrafda olanları düşünürsünüz. Tərənə xanım artıq pik nöqtədədir, cəsarətli. Əla Tərənə xanım, yaxşıdır, cəsarətli. Qayıdacağıq, bu müsbət cavablara da qayıdacağıq. Aha. Mən özümü indi hal-hazırda hər tərəfli deyərdim. Misal üçün, şəxsi hər tərəf bunu deyirlər, sferiçisk edirlər. Ətraflı hər də varsa, sual nə idi? Bugün özünüzü bir sözlə nə cür ifadə edərdiniz? Misal üçün, dediyim ki, mən əvvəllər özümə deyirdim utancaq. Kimsə deyə bilər ağıllı, kimsə deyə bilərlər bir başqa cür. Misal üçün, ağlınıza gələn nədirsə, özünüz haqqında o fikri söyləyin. Qərarsız, özgüvənsiz də var idi burada deyəsən cavab. Qərarsız, artıq özgüvənli. Nə gözəl. Qərarsız, bu da yaxşı bir cavabdır. Bu çox vacibdir ki, sizə mane olan o fikirləri də, belə deyim, fərqində olub, onu beyninizdə hardasa görə biləsiniz. Bəzən insanlar heç bilmirlər ki, onların nə qədər daxildən incidən bir fikirlər var. Aha, qərarsız və hətta özgüvənsiz ikisi bir yerdə. Adətən elə insanların qərarsız olmağının da səbəbi özgüvənsizliyə işarədir də. Çox vaxt insanlar, baxın, konsultasiyaya müraciət edəndə, psixoloji konsultasiyaya gəlirlər ki, birbaşa cavab əldə etsinlər ki, mən bilmirəm ki, misal üçün ayrılım yoxsa yox, işə gedirmi yoxsa yox, mən iki yol ayrıcısındayam, bilmirəm hansı qərarı qəbul edim və mən əziyyət çəkirəm, həyatı boyu belə oluram. Mən xahiş edirəm ki, gəlim və mənə kömək edin ki, mən hansı bu yoldan birini seçim, mənə deyin, hansı doğrudur, hansı yanlışdır, mən başımı itirmişəm. Bax, belə bir birbaşa konsultasiya gələndə, cavab axtaranda, təbii ki, peşəkar formada biz bu məsələyə nə cür yanaşırıq? Hansı yola getməyinizə birbaşa kimsə məsləhəti ilə təbii ki, heç nəyə nail olmaq olmaz. Ona görə bu qərarsız olmağınızın səbəbini aydınlaşdırmaq lazımdır ki, niyə görə qeyri-müəyyənli insan yaşasın ki? Niyə görə özü qərar verə bilməsin? Bax, yelgəncə bu sualın da ətraflı cavabı münasibət modellərində birində çox gözəl təsvir olunur bu kitabda. İnsanın düşüncə tərzində, hətta bu cür insanlar adi bir mağazaya gedəndə belə nəysə alanda çox tərəddüd edirlər. Bunu mu alım, yoxsa bunu mu alım? Kənardan bir kəs onlara deməlidir ki, bu sənə yaraşır, bunu götür. Bunu deməyənə qədər insan elə bir ki, özü öz qərarını verə bilmir də. Çalışır ki, ya belə deyim, ən yaxın doğma insan onu
bu işdə dəstəkləsin, bələdçisi olsun da sanki. Ya da ki bir hardansa təkan axtarır, işarə axtarır, kainatdan bir işarə axtarır, nə bilim, müxtəlif vasitələrlə hər kəsin elə bir ki üzərinə o məsuliyyəti ötürmək istəyir ki, tək ki mən bunu etməyim. Niyə görə? Çünki hətta baxın ailə münasibətlərində də insan bəzən çıxılmaz duruma düşəndə bəzən bundan yaxşı mənada istifadə etməyənlər də o pis mənada istifadə edənlər də olur da, daha doğrusu deyərdim ki. Samira xanım, üzrü sayın sözünüzü kəsirəm. O hamıdan fikir soruşmaq mövzusuna görə, yəni özgüvənsizlik də hamıdan soruşur ki, bu paltar necədir, bu necə? Yəni uşaq psixologiyasına görə deyirəm. Mənim də nəvəm var. Nəvəm nə eləyir? Hamı əl çalırdı. İndi biraz balaca, indi biraz böyüyür. 1 yaş 8 aydır. Bu nə eləyirdi? Hamı əl çalır. Oy, malacet, malacet, əlini. Bu da sevinir. İndi qızıma deyirəm ki, eləmə elə. O böyüdükcə hamıdan təsdiq axtaracaq. Başa düşürsən? Yəni bunu uşaqlıqdan formalaşdırırlar insandakı. Hamıdan təsdiq axtarır. Hə bu belə. Bunu götürürəm ki, alqışlama onun hərəkətlərini. Elə yüngül bir nəsə bir şeylər inkar elə. Əsassız olmaz. Bəli, bəli. Əsaslı olmaz da hardasa olar. Amma aşırı dərəcədə hər gördüyü işə görə bunu eləmək. Nə eləyir? Hamısına malazet, nəyəsə qoydu, nəyəsə qaldırdı. Deyirəm, bu belə formalaşacaq, sonra özünə inamsızlıq olacaq, hamıdan təsdiq gözləyəcək. Həm inamsızlıq olacaq, həm də ki, təşviş olacaq elə uşaqlarda. Düşünəcək ki, mən elə ki, başqaları üçün yaxşı olmalıyam, məni sevirlər ona görə ki, mən əlaçıyam, belə yavaş-yavaş da insanın beynində fikirlər bu formada yavaş-yavaş. Deyirəm, uşaqlıqdan formalaşır da bunu, onu demək istədim ki, belə bir məqamlara hamı fikir versin. Misal üçün, imtahandan təşvişə gedən uşaqlar, yeniyetmələr ki olur, valideynlər deyirlər ki, mən bilmirəm niyə görə bu imtahana bu qədər həyəcanlanırdı. Axı mən ona 100 kərə deyirəm ki, özünə belə inan, mən əminəm ki, səndə 100% alınacaq. O qədər mən bunu özgüvən verirəm ki, deyirəm ki, bax, elə bu fikriniz, bu ifadəniz çox vaxt uşaqda başqa alternativ yol qoymur. Siz deyirsiniz ki, 100% səndə alınacaq. Uşaq da indi təsəvvür etmir ki, axı, mənə 100%lıq inanırlar. Birdən bəs mən büdrədim, birdən yadımdan çıxdı. Axı, hər şey ola bilər. İnsan ona görə səhv etmə hüququnu özünə verməlidir ki, hər bir yolu görə bilsin. Və valideynlər də əzəldən bax bu cür beyində belə bir fikri formalaşdıranda ki, hər şeydə birincisən, hər şeydə yüksək ambisiyalara əsassız şəkildə uşağa yükləyəndə insan da artıq obyektiv olmayan məsələləri ayırd edə bilmir. Əsaslıdırmı bu, yoxsa əsassızdırmı? Bu faktdırmı bu, yoxsa bu mənim şəxsi fikrimdir? Bax, bu prosesləri ayırd edə bilməyəndə, qarışıq bir durum yarananda insanın şəxsiyyət identifikasiyası zəifləyir və burada dəyər özünü, belə deyim də, çox zəif göstərir. Çünki artıq biz o sərhədləri formalaşdıra bilmirik. Harada bizim hisslər, harada bizim fikirlər bitir, bir başqa insanın fikirləri və hissləri başlayır. O sərhədlər o qədər qarışıq olur ki, onu ayırt etmək olmur. Ona görə nə etmək lazımdır? Birincisi, bax, indi mən istəyirəm çıxış yollarına doğru bir qədər istiqamət götürək də. İnsanın əgər özgüvəni aşağıdırsa, bunu əgər siz özünüzdə müşahidə edirsinizsə, həyatınızın hansısa bir addımlarında, misal üçün seçimlərinizdə, qərarsızlığınızda, işlərinizin ertələməyində, münasibətlərinizin qeyri-səmimiliyində, rahat özünüzü ifadə etməyinizi, bu problemləri görürsünüzsə, birinci, düşünün ki, bax, bu özgüvən mövzusu, bu daxili monoloq deyil, elə deyək. Çünki monoloq o deməkdir ki, mən daxilən elə bir ki, konflikt yaşayıram da, hardasa özüm haqqında düşünürəm və sanki güzgüyə baxıram, özüm haqqında nə danışıram və buna da inanıram və durub gedirəm işimi. Bu, qısa müddətli emosional sıçrayışlara bənzəyə bilər. Amma daimi şəkildə, əgər biz dərindən düşüncə xətalarını araşdırmaq istəyiriksə, biz nəyə düşünməliyik? Bax, indi sizə yerindəcə bir terapevtik üsul təqdim edəcəm, araşdıra bilərsiniz. Hesab edin ki, bax, bir dənə vərəqi götürə bilərsiniz, bir yarıdan belə açırsınız, çəkirsiniz bir xətt, bir tərəfdə yazırsınız və yaxud da ki, fikrinizə gətirirsiniz.
narahat olduğunuz məqamlarda, bax, nəsə alındıra bilməyəndə, olur da, nəsə etmək istəyirik, alınmır. Harasa gedirik, yanlışlıqla üzləşirik, nəsə pis bir vəziyyətlə düşürük, nə isə bizi ilə əlaqəli xoşagəlməz bir vəziyyət yaranır. Misal üçün, o anda özünüz barədə nə düşünürük? İnsan, bax, kəşkilərlə yaşayan insanlar olur, Kəş ki, mən bunu etməyəydim, kəş ki, bura getməyəydim, peşmançılıq hissi keçirən insanlar ki olur. Bunlar çox vaxt keçmişə ilişib qalan insanlardır da. Orada sanki mən onu eləməsəydim, bunu alınmayacaqdı və mən artıq heç nəyi düşünə bilmirəm. Orada depressiv bir prosesdə özümü tənqid etməyə başlayıram. Daxili içimdə o daxili tənqidçi oyanır və başlayır məni qınamağa. Yadınıza salın, hansı sözləri özünüzə deyirsiniz. Özünüzü qınayırsınız. Hansı sözlə? Bir-iki söz yadınıza düşsə kifayətdir. Yaza da bilərsiniz. Özünüzdə də qeyd edə bilərsiniz. Yazsaz mən sizə geri dönüş edə biləcəm. Yazmasaz indi belə deyək. Özünüzdə ən azından bu istiqamətdə düşünün. Misal üçün olur insanlarda, ağlım var ki mən. Lazım idi bu mənə. Həmişə beləyəm də. Amma mən həmişə beləyəm də. Kəş ki, belə eləməzdim. Niyə görə belə edirəm? Bax, belə düşünəndə, bax, insan bu fikrin ardınca da gedə bilər də. Bax, hər dəfə məndə bax, belə olur da, misal üçün. İnsan başlayır özünü qınamağa və özünə sanki bir ad verir. Bu istiqamətdə düşünün, nə olur, hansı, misal üçün. Şərtsiz üz güvənmək. Şərtsiz üz vermək, güvənmək, belə başa düşdüm də, düzdürmü? Tez güvənmək. Belə bil ki, tez güvənməkdə çox safam. Bildinizmi? Belə bir ifadə yaranırdı. Onda içinizdəki, bax, mənim saflığım, mənə tez inanmağım, hardasa bu sözlər başlayır sizlər daxildən sizi incitməyə. Və bizim ümumiyyətlə içimizdə əgər tənqidçi ruhu varsa, daxili tənqidçi, biz başa düşməliyik ki, bu ali məndə, yəni mənə qarşı olan münasibətdə yetkin, elə bir bizdən böyük bir insanın sözləridir də. Bizdən böyük də uşaqlıqdan kim olub? Böyüklərimiz, valideynlər, nənə, xala, bibi, yaxın qonşu, hətta o da ola bilər. Baxın, ətrafımızda uşağın böyüdüyü o çevrədə kimlər, hansı insanlar, hansı funksiyaları yerinə yetirirlərsə bizim ətrafımızda, onların təsirinə diqqət yetirəcəyik. Çünki bu fikirlər, bax, mən ağılsızam deməyimiz, sana sevgimi hiss etdirə bilməmək. Bax, burada belə bir fikirdə yazdı xanım. Hiss etdirə bilmədiyiniz təqdirdə sevginizi, bax, yerindəcə sual yarandı da, siz özünüz haqqında bu zaman nə düşünürsünüz? Özünüzü nə cür tənqid edirsiniz? Bax, tutaq ki, hiss etdirə bilmədim də. Bax, yenə də alınmadı. Hiss etdirə bilmirəm özümü. Bilmirəm niyə görə mən belə qapalıyam. Bilmirəm nədən utanıram, nədən çəkinirəm. Bax, belə fikirlər yarana bilər də içinizdə. Bax, bu fikirlər özünüz haqqında təsəvvürdür. Bir var ki, mən nəticə ilə üzləşirəm. Bir də var ki, mən bu nəticəyə gətirən fikirlər var beynimdə. Hardan yaranır bu fikirlər? Necə yaranır? Samirə xanım, danışa bilirəm. Buyurun. Məndə kəşki sözü yoxdur. Bəlkə əvvəllər olubdu da bu gənc yaşlarımda. Bundan sonra məndə heç bir zaman yaşamayıb ki, kəşki və etdiyim işlərdən, hansısa bir işi aşırmışamsa, yəni öhdəsindən gəlmişəmsə, demişəm ki, nə gözəl bunu etmişəm, özüm ağlım kəsib də, yəni bunu etmişəm. Kəşki dediyim bir şeylər olmayıb da, yəni məndə. Nə etmişəmsə demişəm, etmişəm. Və yaxud ki, qarşıma nələrsə bəli, acab eləmişəm deyirəm. Qarşıma da nələrsə çıxırsa, mənfimə doğru da, mənə ki, belə qarşı çıxırlar, deyirəm, ay nə gözəldir, bu mənə bir dərs oldu, dərsimi aldım axırı ki, bu səhvi etmərəm. Amma kəşki demirəm, ayda, kəşki bunu eləməzdim. Belə bir şey yoxdur artıq məndə. Artıq yoxdur, amma əvvəllər var idi, düzdürmü? Əvvəllər, bəli, gənc yaşlarımda var idi. Siz bilirsiniz də indi mənim həyatım. Ondan sonra yəni mən heç vaxt kəşki yaşamadım. Nə etmişəmsə, nə gözəl ki, onu yaşamışam. Yəni bizim səhvlərimiz bizi edən bizim səhvlərimizdir də. Ona görə bu keçid proseslərində yəqin ki, özünüz artıq çoxdandır bu istiqamətdə düşünmüsünüz və artıq əlaqəni yoxsunuz. Bəli. Biri var məntiqlə, biri də var ki, hisslərlə də. Hisslərlə insan biraz deyir, ay kəş ki, bunu eləməz, amma məntiqlə deyir, o əcəb eləmişəm də. Yaxşı. Məndə belə bir şeydir.
Bir de Bəli. dedim ki, bir de bir sual vermiştiniz bundan önce. Özür isterim. O sual bir de seslendirerdiniz. Zəhmət olmasa. Sual Özünüzü. özünüzü bir sözlə nə cür ifadə edərdiniz? Mən necə biləyəm? Mübariz. Bəli. Aha, mübariz, yaxşıdır. Baxın, bu sözlər, gəlin belə deyək də, sizin içinizdə yaranmış özünüz haqqında fikirlər, bunlar əslində dediyim kimi bir dialoqdur. Çünki bizim içimizdə biz özümüzdən danışırıq sanki də. Ya özümüzü, baxın çalışqan da yazdı Şəfəqam, ya özümüzü tərif edəcəyik, ya özümüzü tənqid edəcəyik. Amma daimi sanki bir nəzarətçi bizim içimizdə var. Ya qayğıkeş valideyn olur, ya tənqid edən valideyn olur və o bizik hal-hazırda. Lakin biz başa düşməliyik ki, bu sözləri biz desək də, bu daxili bizim ruh halımızı formalaşdıran bir nəsə var. İndi növbəti bir sual yaranacaq. Bu sözlər, bu ifadələr səslənərkən yadınıza salın. Həmin o vəziyyətlər, misal üçün də ola bilər ki, yenicə baş vermiş bir vəziyyətlə əlaqəli olsun, ola bilər ki, nə vaxtsa baş vermiş olsun. Həmin anda daxilən özünüzə qəzəbləndiyiniz məqamlarda, bax, indi tərifi qoyuruq bir yana, çünki tərif başa düşürük ki, bu bizə müsbət təsir edən bir faktorlardır da, haradasa güc mənbəyimizdir. Amma bizim dağıdıcı bir proses olaraq əgər bizi dayandırırsa, destruktiv təsir göstərirsə, orada düşünün, hansı səslə bu ifadələr deyilir sizə? Bax, sən hər şeyin məsuliyyətli olmalısan. Həyatda yalnız özünə inanmalısan. Bax, mən bugünə qədər yadımdadır. Mənim bu sözü deyən mənim yaxın anamın rəfiqəsi idi də. Bax, uşaq idim, o mənə demişdi ki, sən həyatda yalnız özünə inanmalısan. O söz beynimə nə cürsə düşmüşdü. Elə bilirsiniz ki, mənə müsbətmi təsir etmişdi. Haradasa düşünərsiniz ki, tərif deyilmişdi də. Amma həddindən artıq mən bu sözlə, bu fikirlə o qədər yüklənmişdim ki, o gündən elə bəlkə də bir çox təşvişli fikirlərin qaynağı oradan gələ bilər. İndi ata və ananın səsidir. Anamızın səsi. Yaxşı edə bilərdim. Hətta bunu da deyə bilərdim. Bundan da daha yaxşısını edə bilərdim. Bu da bir maraqlı bir yanaşmadır. Çünki sanki kifayətlənmir də, haradasa qane olmur. Əslində bu ikili mesaj anlamıdır. Kim yazdı bunu? Şəfəq xanım mı yazdı? İkili mesaj anlamıdır. Bateson nəzəriyyəsində buna daha çox, belə deyim də, dərinliyinə getmək olar. Valideyn ki, misal üçün, nəyisə qəbul edir, deyir ki, əlaçı qızımsan mənim. Amma bundan da yaxşı ola bilər. Bax, nəzərində olur ki, bundan da yaxşı ola bilər. Elə bir ki, tələblər daimi şəkildə yüksək olur. İnsan da o zaman hər nə olursa, əlində edirsə, onu çox vaxt dəyərsizləşdirir. Yəni, sanki, ya da qane olunur, belə də ola bilər. Və onu hər bir xoşbəxtliklər, onu o qədər də o kiçik anlarla baş verənlərdə o qədər də sevindirmir. Çünki ona elə gəlir ki, hələ kifayət deyil, hələ özünü tapmır, hələ də daimi axtarışda olur da. Haradasa bunun müsbət və mənfi tərəfləri var. Və o səs, bax, düşündüyünüz kimi, əgər bilirsinizsə ki, bu valideyn səsidirsə, ya ananın, ya atanın, çalışın ümumiləşdirməyin, çalışın konkret biləsiniz ki, nə vaxt olub bu fikir sizə qarşı, nə vaxt deyilib, onu sonraki müzakirələriniz üçün də beyninizdə o baxımdan yönəldirəm ki, dərindən özünüz analiz edəsiniz ki, mənə bu sözü ilk dəfə kim və nə vaxt demişdi və hansı vəziyyətdə demişdi. Almalısan da borcundur 5 və ya 4 alanda. Bəli. Bu da çox vacib bir faktor. Çünki əgər bu bir mənəvi yük olaraq sizin artıq belə deyim də öhdəliyinizə qoyulubsa ki, bu sənin mütləq borcunu, bunu etməlisən və edə bilməyəndə aydın məsələdir ki, bir dəfə 5 ola bilər, bir dəfə 4 ola bilər, hətta hər şey olur, əlaçılar olur da, hamısı 5 olur. Həqiqətən də bugün yüksək bal toplayan uşaqlar var, 600 bal. Bəzən toplu görürük də, biz başa düşürük ki, ağıllı uşaqdır, savadlı uşaqdır, gecə-gündüz oxuyub. Amma psixoloji tərəfdən o bu yükü nə cür daşıyıb və dəfələrlə olub ki, mənim konsultasiyalarımda yeniyetmələrlə üzləşdiyim, bax, belə bir əlaçılarla üzləşmişəm, elə bir nevrozdan əziyyət çəkiblər ki, artıq İtaliya instituta qəbul olunan cavan bir qız idi.
həddindən artıq təşviş pozuntusu və nevrotik hallarla üzləşmiş bir xanım, gənc bir xanım idi da. O qədər yük, o qədər mənəvi bir baskı içərisində bu uşaq gəlmişdi konsultasiya ki, hətta danışarkən belə onun nəfəsinin, belə deyək də, dərindən nəfəs ala bilməməsi, diafragmadan deyil, o yüksək ötəri olur, sinədən nəfəs alırdı. Adam istəyirdi onu sakitləşdirsin ki, bir dərindən nəfəs al, hər şey yaxşıdır. O qədər təşviş, gərginlik var idi ki, mən institutda bəs necə oxuyacağım, bax, oradakı mənim qiymətlərim necə olacaq? Bu dərəcədə uşağı yüklənməsi əzəldən bax bu fikirlərdən qaynaqlanır ki, harda ki, sən bunu etməlisən və etmədiyi təqdirdə bəzən olur ki, bax, dediyimiz belə əlaçılar olur. Bəli, o başqa mövzudur Şəvə xanım. Amma elə hallarda olur ki, misal üçün, alınmayanda artıq günahkarlıq hissi formalaşır. Uşağın içində bir kompleks formalaşır ki, hansı ki, daimi şəkildə onu artıq yetkin münasibətlərdə emosional cəhətdən başqalarından asılı edəcək. Ona görə də səhv etmə qorxusu aktualdır. Çox vaxt bu kompleksdən əziyyət çəkən, bəlkə də faiz etibarilə çox insanlar var. Və biz hər növbəti insanı danışdıranda görürük ki, bəzən olur ki, sadəcə bu komplekslərlə yaşayan insanlar elə bir ki, adaptasiya olurlar, uyğunlaşırlar və daimi şəkildə korreksiya edirlər də fikirlərini, bu düşüncə tərzinin mexanizmidir. Elə insanlar da var ki, düşürlər bu tələyə və çıxa bilmirlər. O baxımdan, belə olan hallarda da, dediyim kimi, bu kompleks artıq tam olaraq insanın həyatı boyu onu müşahidə edir də. Əsas birinci vacib bir addım nədir? Biz bilək, bizim içimizdə bizə mane olan o dağıdıcı bir his ki var, hansı ki, hər dəfə nəsə edəndə elə bir ki, üzə çıxır da, o hardan qaynaqlanır və biz başa düşməliyik ki, bu həqiqətən də mənim haqqımda olan real, obyektiv bir fikir deyil. Mənim özümə dediyim bu sözlər obyektiv deyil. Bunlar mənim nə vaxtsa, keçmişdə, uşaqlıq dövrümdə mənə deyilən ailədən gələn bir mesajdır. Bir xanım yazdı ki, bu kod ola bilərmi? Kod proseslərinə getməyək. Yəni, belə bir metaforik sözlərdən çalışaq, hal-hazırda uzaqlaşaq, çünki bu fikirlər bizi yayındıra bilər. Sanki elə bir ki, bilirsiniz nəyə bənzəyir? Bir möcüzəyə, bir magiyaya bənzəyir ki, kodu altı nəyisə mən gedib orada dəyişsəm, həyatım dəyişəcək. Yox, bu yalan bir, absurd bir fikirlərdir. Amma dəyərlər, o mesajlar hansılar ki, düşüncə səviyyəsində biz düşünməliyik də. Şuuraltıda olan o proseslər, təbii ki, asosiativ olaraq bizim o qorxularımıza bağlı olan bir proseslərdir. Hansıları ki, o dərinliyə gedəndə, misal üçün, yuxularımızla, gördüyümüz hansısa bir emosional, impulsiv reaksiyalarımızla analiz olunduqda biz onu təhlil edə bilərik ki, niyə görə bu saat, misal üçün, məni bu narahat edən prosesdir. Amma hər şey dəyişir düşüncə səviyyəsinə gətirildikdən sonra. Yəni, orada nəyisə dəyişim, burada düzələcək deyil. Mən orada nəyisə tapıb, burada düzəltməliyəm. Bax, belə deyək də, doğru dildə desək, düşüncə səviyyəsinə düzəltməliyəm. Ona görə biz fərqində olmalıyıq ki, hansı vəziyyətdə mənə nə deyilmişdi, nə vaxt. Və mən başa düşməliyəm ki, o fikir bu saat məndədir ona görə ki, mən ailəmə dəyər verirəm. Mən o vaxt valideynlərimə dəyər verdim və indi də mənim üçün onların fikri önəmlidir deyənə, ona görə mən bu fikri daşıyıram. Və bu mənim pis olmağıma, zəif olmağıma işarə vermir. Mən sadəcə olaraq ağıllı uşağam. Ona görə çalışıram onların dediyini sanki qoruyub saxlayıb. Amma onların da hardasa həmin o vəziyyətlə əlaqəli o düşüncələrə belə düşünmələrinin səbəbi onların özündədir. Mən bugün nə edə bilərəm həyatımda? Bugündən sonra sabahımı nə cür şəxsən özüm, öz fikirlərimi nə cür formalaşdıra bilərəm? Bax, bu sərhədi ayırandan sonra biz bir qədər yükümüzü azaltmış oluruq. Elə bir ki, buraxırıq o kompleksləri ki, o oradadır. İndi mən isə özümə qayıdıram və mən indi özümü düşünürəm ki, mən bugün özümlə nə edə bilərəm, nəyi özümə icazə verə bilərəm, nəyi alınmasa belə özümü qınamaram, əslində o qayğıkeş valideyni içimdə oyadaram, çünki o da var mənim içimdə hardasa. Elə emosional fonda dəyişiklik yaranır. Mən indi bir özümdə də
öz simamda da sizə izah edim bu prosesi də. Çünki dediyim kimi mən bir kompleksli uşaq idim axı. Nə qədər də olsa təsəvvür edin məktəb illərində zahiri görünüşümdən tutulur, xasiyyətimə qədər, nə bilim, biliyim baxmadaydı, oxuyurdum, edirdim, qiymətlərim 4-5 arası dəyişirdi. Amma ona baxmayaraq, hətta sonuncu illərdə 10-cu, 11-ci siniflərdə 6 nömrəli məktəb bitirmişdim də. Orada mən rus bölməsində oxuyurdum, amma Azərbaycan dilində yaxşı bilirdim. Düzdür, adi dildə, qarışıq dildə danışırdım. İndi biraz rəsmi dilim açılmışdı. Amma o vaxt adi dildə danışanda yarı rus, yarı Azərbaycanı qatıq qarışdırırdım da. Amma ona baxmayaraq, rus bölməsində oxuyurdum, Azərbaycan dilini bilirdim yaxşı deyənə. Mən direktor məni dəvət edirdi dairəvi masa ətrafında şuradan gələn qonaqlarla müzakirələrə. Hətta 11-ci sinif olub, dedilər ki, Səmirə, artıq direktor sənin Ceyran xanım dəvət edir, get, çağırır səni, dəvət edir. Çağırır səni, dur get, artıq iclasdır. Gedirdim, orada şagirdlərin adından çıxış edirdim. Baxmayaraq ki, qorxu var idi, özgüvənsizlik var idi, amma paralel olaraq bir ambisiyalarım da var idi. Bax, bu vacib bir məsələdir. Hansı ki, bizi o zonadan çıxardır, komfort zonasından dartıb çıxardır. İşləri ertələməyə imkan vermir. Bəli, burada təşviş pozuntusuna, generalizə olunmuş təşviş pozuntusu da deməzdim. Bu təşvişli düşüncə tərzi adətən bu generalizasiya edilir, müxtəlif istiqamətdə təşvişləri aydın məsələdir. Amma mən heç bir dərman preparatı, medikamentoz müalicə almadan mən bu problemi həll etdim özümdə. Və bəlkə də bir hardasa ailə həyatı qurduqdan sonra təbii ki, artıq ailə təhsilimi psixologiyada, yəni başlarında təhsilimi davam etdirəndə, psixologiyanın dərinliklərinə getdikcə və yoldaşımın təsiri nəticəsində mən bu problemi peşəkar tərəfdən həll etməyə başladım. Amma əvvəllər bir başqa cür idi. Aydın məsələdir ki, mən psixologiyadan o qədər də peşəkar bir anlayışım yox idi. Amma özümü analiz etmək, özümü təhlil etmə bacarığım var idi. Niyə görə? Çünki uşaqlıqdan belə idi. Psixologiya meylim var idi. Carnegie'nin kitablarını oxuyurdum, 3-cü sinifdə oxuyurdum. Maraqlı idi insanları analiz etməyi, hər şeyi oturdum, yazırdım ki, sabah belə eləyəcəm, otağa daxil olanda üzündə təbəssüm olacaq. Çünki Carnegie demişdi ki, hara daxil olsanız üzünüzdə təbəssüm olmalıdır. Bax, belə bir kiçik vərdişlər mənə hardasa imkan verirdi ki, mən öz komplekslərimlə mübarizə aparım. Amma komplekslər var idi. Və onlar adətən hər zamanda olur və olacaq da. Bax, onu da nəzərinizə çatdırım ki, heç vaxt ola bilməz ki, biz birbaşa o komplekslərdən azad olaq. Çünki özümüz haqqında təsəvvürlərdə hansısa bir nüanslar var ki, biz onları görürük və başa düşürük ki, bax, o zəif tərəfdir də məndə. Kimsə o zəifliyimdən istifadə edə bilər. Amma mən çalışacağım o zəifliyi büruzə verməyim və çalışacağım özüm üzərində fokuslaşım və həll edim. Belə olanda biz düşüncələrimizi başlayırıq korreksiya etməyə. İndi o vaxtlar da mən peşəkar yanaşmamışsam da bu prosesə, uşaqlıqda və yadıma gəlir, 1-ci sinifdə oxuyurdum, özümə belə bir fikir beynimə yeritmişdim də, bax, süni olaraq yeritmişdim ki, və inanmışdım bu fikrə ki, məndə alınmayan bir şey yoxdur. Mən nə istəsəm məndə alınacaq. Nəyi öyrənmək istəsəm məndə alınacaq. Bax, belə uşaq ikən, belə bir absurd bəlkə də səslənə biləcəkdir, amma çox belə qeyri-adi dediyim kimi də kosmosa istəsəm uçacam, belə şeylər yox idi, şükürlər olsun, elə ifrat dərəcədə deyildi. Obyektiv cəhətdə mən bilirdim ki, əgər bu iş tapşırılsa, mən gecə yatmaram, amma o işi görməliyəm. Ev tapşırıqlarını da özüm yerinə yetirirdim. Məktəbdə nəyisə bilsəm də qorxurdum, sualın cavabını bilmirdim. Amma əlimi qaldırırdım ki, bildiyimi deyəcəm, qoy səhv olsun, amma görsünlər ki, mən bilirəm. Hardasa özümü təsdiq etmə ehtiyacı yüksək idi, bu mənfi tərəfdir. Mənfi tərəf olduğundan mən çalışırdım, həm sonradan iş yerində də özümü hər dəfə belə deyək də, yaxşı tərəfdən təsdiq edim, bu daimi gərginliyimi saxlayırdı, təşviş fonunu çoxaldırdı. Yəni, mən ambisiyalar var, qorxuların üzərinə gedirəm, amma təşviş mənlə bərabər qalxır. Niyə görə? Çünki mən mübarizə aparıram. Mən elə bir ki, həyatla vuruşub savaşıram ki, qalib çıxım. Bax, bu yanlış mövqedir. Nə vaxt ki, mən bu mövqedən çıxdım, harada ki, mən özümə icazə verdim və yadıma gəlir, o illər çox gözəl bir formada, hətta hər bir gün pandemiya dövrü idi, mən o illərdə çox özümü daha dərindən analiz etməyə başlamışdım, çox
sayda təhlillər aparırdım, araşdırırdım, özümə praktiki tapşırıqlar da verirdim. Yadıma gəlir, o istiqamətdə çalışdığım dövrlərdə artıq görürdüm ki, hə, bax burada hiss edirəm nəticəni. Çünki artıq harasa da gecikməyə icazə verirdim, rahat idim. Bilirdim ki, hər an bunu eləməsəm də, təxirə salsam da bir şey olmayacaq. Yəni, hətta olsa belə nə olacaq ki? Çünki hər dəfə bizim qorxumuz, bizim təşvişimiz sanki ölümə bərabər bir halı yaradır. Niyə görə? Çünki təşviş ümumiyyətlə artanda insanın bütün sinir sistemləri açıq olur da. Biz keçən dəfəki mövzumuzda təşviş pozuntusundan danışırdıq. İnsan o simptomları o qədər özünə yaxın qəbul edir və onlarla qurtulmaq da istəyir. O qədər hiss edir və qurtulmaq istəyir ki, hər dəfə sanki qaçır, hər dəfə təlaş hiss edir, hər dəfə panik durumlar yaranır. Çünki biz o prosesləri qəbul edə bilmirik, o yoxları qəbul edə bilmirik, inkarları düşünmək belə istəmirik. Hər dəfə düşünürük ki, mən nəsə etməliyəm, hər dəfə elə ki, başqa insanların yerinə də düşünməliyəm ki, səhvlər olmasın, hər şey yerli yerində olsun, ideal olsun. Bax, bu perfeksionizmin destruktiv bir forması başlayır bizdə inkişaf etməyə və ona görə də əlimizdə olan vasitələri qoyuruq kənara, deyirik ki, hər şey olsun, sonra başlayım. Artıq imkanları deyil, maneələr görməyə başlayırıq, təəssüflər olsun. Belə olan halda inkişaf olmur. Şəxsi inkişafda dayanır, yerində addımlayırıq, heç nə özümüzə icazə vermirik. Və yaxud da ki, dediyim kimi, məndə o ambisiyalarla belə bir yanaşma olanda, məndə necə idi ki, mütləq mən çıxacam o zonadan, özümü təsdiq edəcəm. Edirik, çıxırıq, konstruktiv formada planlaşdırırıq, nail oluruq, qalib oluruq. Amma nəyin bahasına? Sağlamlığımız bahasına, təşvişimiz bahasına, endokrinoloji problemlər bahasına. Yəni, prolaktin qadınlarda yüksək olur. Sonradan ailə quranda problemlər yaşanılır. Hormonal dəyişikliklər fonunda, çox stres keçirdiyimiz fonda üzləşdiyimiz problemlər artıq tibbi müdaxilə olmasa həll olunmur. Yəni, belə-belə yığıldıqca elə bir ki, həyatın o yükünü özümüz daşımalı oluruq. Yox, heç bir nə antidepressant, dediyim kimi, heç bir medikamentoz metoddan istifadə etməmişəm. Bir tək təzyiqim yüksək olduğu təqdirdə, kardioloji müayinədə keçdikdə mənə dərman yazılmışdı ki, təzyiq həddindən artıq yüksək olur, o qəbul olunsun və salam. Amma antidepressantlar, yəni nevroloji belə deyim də, müayinə prosesləri olmamışdı, dediyim kimi. Çünki bu prosesləri özüm həyatımda korreksiya edirdim və sonradan artıq bu istiqamətdə terapevtik proseslərə başladıqdan sonra hansı ki, kognitiv səviyyədə həll olunur. Mən keçən dəfə də demişdim ki, təşviş, həyəcan pozuntusu bu problemin çıxış yolu yalnız kognitiv davranış terapiyasıdır. Yəni, heç bir dərman, heç bir kənar, belə deyim, müdaxilələr, hansılar ki, preparatlar vasitəsilə insanları hardasa bu, elə ki, vəziyyətdən çıxartmağa çalışır. Xeyr, bu sadəcə olaraq bu simptomları keydir, dondurur və bizim psixamız həmin siqnal, təlaş siqnalını çalır, amma biz sanki eşitmirik. Təsəvvür edirsiniz, antidepressant dondurur bu vəziyyəti. Psixamız siqnal verir, qapını döyür ki, səndə bu saat hal-hazırda hər şey içəridə qaynayır. Sən isə eşitmirsən, oturmuşsan bax belə bu formada. Bax buna bənzəyir. Bu əksinə bizim sağlamlığımız üçün birbaşa ziyan olan bir prosesdir. Yalnız antidepressantlar, dərman preparatları nə vaxt qəbul oluna bilər? O vaxt ki, paralel psixoterapiya aparılsın. Yəni, o olmazsa faydasız olacaq. Amma haradasa dərman içirsiniz ki, həssaslığınız azalsın. Buradan da terapevtik prosesləri analiz edirsiniz, öz suallarınızı, real cavablarını tapırsınız, düşüncələrinizə təsir etmiş olursunuz. Psixika burada sakitləşir, sizin xəbəriniz yoxdur. Və bir gün dərmanları içməyəndə görürsünüz ki, nə gözəl həyat varmış. Yəni, belə olan halda paralel medikamentoz və psixoterapiya aparılmalıdır. Və dediyimiz kimi, özünüz haqqında təsəvvürlərin, yəni bu bizim mənbəyimizdir də, oradan qaynaqlanır. Biz özümüz haqqında suallarımıza cavab tapmasaq, hər dəfə bir başqalarının cavabında özümüzü axtaracağıq. Bax, hardasa belə bir yanaşma olur. Ona görə dediyim, bax, bu üsullarla
siz içinizdə yaşatdığınız, böyütdüyünüz o səslərin mənbəyini araşdırın və onu özünüzdən ayırın. Bax, belə deyək də, sadə səslənsə də bu bir iş prosesidir. Bu, mən deyərdim ki, yaradıcı bir prosesdir. Çünki içimizdə yeni fikirlər yaranır. Düşündürücü bir proseslərdir. Bir gündən həll olunmur. Tədricən hər bir fikri mənimsənilməlidir, emal olunmalıdır, filtrdən keçilməlidir, qəbul olunmalıdır. Sonra o artıq o rahatlıqla, həmin o hisslərlə bizim davranışımıza təsir etməlidir. Bax, belə bir zəncirvari bir prosesdir. İndi bu istiqamətdə nə suallarınız yaranırsa, hansısa təlimdə bölüşmüşdünüz bizimlə. Bəli, Tərənə xanım, o vaxtlar ötəri biraz danışırdım. Çünki bildiyiniz kimi də hər il biz öz sahəmizdə inkişaf prosesini davam etdiririk, mənimsəyirik. Mən indi yadıma gəlir ki, 5 il əvvəlki mənim bilik səviyyəm psixologiya sahəsində bugünlə fərqlidir. O vaxt bir qədər yaşam tərzidir, insanın şəxsi inkişafıdır. O istiqamətlərdə daha çox, belə deyim də, iş prosesini aparırdım, araşdırırdım. Amma illər sonra, artıq bu demək olar ki, 2022-ci ildən etibarən mən kliniki psixologiya üzrə artıq ixtisas artırma prosesini, proqramını keçdikdən sonra sistemli ailə terapiyasına gələndən sonra bu kvalifikasiyaya mən artıq düşüncə tərzi ilə, kognitiv davranış terapiyası forması ilə bu həm münasibət problemlərinin yanaşmasını, metodunu tətbiq etməyə başladım, həm insanın öz düşüncələrində yaraşanılmış xətaları üzə çıxartmaqda araşdırmalar aparırdım, həm kitab prosesində. Yəni, dediyimiz kimi, psixologiya sahəsi o qədər zəngin, o qədər maraqlı, o qədər dərin bir prosesdir ki, insan ora getdikcə həm özünə aid olan bir çox yeni kəşflər edir, həm özünü tanıdıqca özgüvəni artır, həm həyatla qarşı etibarı çoxalır. Çünki bizim özgüvənimiz yüksək olanda etibarımız da yüksək olur həyata qarşı. Etibar da yüksək olarsa, münasibətləri qurma tərzimiz dəyişir. Artıq belə deyək də, etibarsızlıq, şübhələr, tərəddüd, belə bir halları münasibətlərdə nevrotik formada ifadə etmirik. Bəli, ola bilər, həyatdır. Nəsə kimsə, misal üçün, qarşınıza elə bir insan çıxa bilər ki, onun danışığından yalanını tuta bilərsiniz, üzləşdirə bilərsiniz və o zaman özünüzə bir güc tapıb o insana yox deyə biləcəksiniz. Yəni, o dərəcədə sarsılmayacaqsınız. Əlbəttə. Ona görə də bizim əldə etdiyimiz həm bilgilər, həm daimi inkişafımız həyatımızda, həm münasibətlərimizdə, həm də ki, işgüzar mühitimizdə atdığımız hər bir addıma təsir edəcək. Neysə, buyurun, mən sizin suallarınızı bu mövzuda, əgər bir başqa, misal üçün də qaranlıq qalan bir məqam varsa, sizə eşidirəm, biraz konkret müzakirələrimizi. Asıllıq da özgüvənsizlikdəndir. Burada yazılar ki, münasibətlərdə asıllıq da özgüvənsizlikdəndir. Bəli, bağlılıq var, amma bu asıllığa gətirib çıxaran başqa bir faktorlar da ola bilər. Burada bir qədər valideynlərlə separasiya prosesinə baxmaq lazımdır. Çünki emosional cəhətdən valideynlə ya erkən ayrılma, ya da ki, əksinə ayrıla bilməmək, bunlar bu separasiya prosesini bizdə aksıdır da, yəni biz artıq hətta təşviş, həyəcan pozuntusu xəstəliklərin beynəlxalq təsnifatında belə asıllıq təşviş pozuntusu kimi belə bir problem var. Yəni insandan ayrıla bilməmək problemi ki, təşvişi artırır. Orada bilmirəm dəqiq adı necə gedir, ola bilər nəyəsə səhv deyim, amma bilirəm ki, məhz emosional asıllığın o təşvişi fonu insanlarda həyatda münasibətlərə çox əziyyət verir. Ona görə separativ proseslərə baxış keçirmək lazımdır. Bir dəqiqə üzr istəyirəm, sual yazıldı. Vandalaşsa da ayrılmayıb, mən tez ayrılıram ki, ilk səhvdə, amma gec unuduram. Aha, bu sizin ailə münasibətlərinizdə belə başa düşdüm ki, gördüyünüz, yəni üzləşdiyiniz ailə modeli ssenaridə uğursuz nə qədər də barışsalar da, onların küsüb barışmaları sizin təsəvvürünüzdə necəsə bir iz saxlayıb. Bax, onu araşdırmalısınız ki, sizin üçün onların problemi nə deməkdir? Sizin üçün onların dava-dalaş etməsi nə deməkdir? Çünki əgər ola bilər ki, onlar üçün bir oyun idi,
Ola bilər ki, bu bir sevgi oyunu idi, düzdürmü? Və o sevgi oyunu onlar üçün qəbul edir, sizin üçün yox. Və sizin təsəvvürünüzdə yaranmış o düşüncə xətası bugün münasibətlərinizdə tam açılışa bilməməyinizə gətirir, çıxarır. Ona görə hər bir kiçik xəta sizin artıq sizin üçün bilirsiniz nə deməkdir? Artıq bağlı qapıdır. Mən bunu davam etdirə bilmərəm. Artıq qorxu üzərində yaranmış bir problemdir. Ona görə onu araşdırmaq lazım olacaq. Plus yazanlar sual vermək istəyirsinizsə buyurun. İstəyirsiniz mikrofonu açın, istəyirsiniz belə danışın, fərq etmir. Yeni yazın. Necəsə buyurun, eşidirəm sizi. Hiss edirəm bugün özünüzdə. Boy, nə idi? Aha. Buyurun, başqa sualınız varmı? Gec qalmışıq haqda yazılan, onu dedim. Aydındır. Təsdiqləmək üçün yazdınız. Bu plus işarələri çox vaxt mənim özümü çaşdırır. Bir də görürsünüz ki, bir paylaşım edirəm Instagramda, TikTokda deyirəm ki, qeydiyyat üçün yazın bu nömrəyə. Pluslar yazırlar və sonra pluslara cavab vermək də olmur. Cavab verəndə hamısına spama düşürük. Hamısına da ayrıca cavab vermək lazımdır ki, direktdə yazın. Ona görə plus görəndə elə bilirəm ki, nəyinəsə bağlıdır. Gec qaldı. Aydındır. Yəni bugünkü bax belə deyim də mövzuda indi bir yekun xarakterli fikirlərimi də bildirmək istərdim ki, hər bir insanın daxilində onun öz güvəni öz çərçivəsində formalaşan bir prosesdir. Kənarda heç kəs ona müdaxilə edə bilməz. Heç kim sizin öz güvəninizi nə artıra bilər, nə də azalda bilər. Hər şey sizin öz əlinizdədir. Bax, birinci bunu qəbul etmək lazımdır. Və bu qəbul prosesi zamanı da siz özünüzü olduğu kimi qəbul etməlisiniz. Həm səhvlərinizlə, həm xətalarınızla, həm müsbət keyfiyyətlərinizlə, yəni olduğu kimi obyektiv yanaşmalısınız. Və bu obyektiv yanaşmanızda da o qorxular olmamalıdır. Çünki ola bilər ki, həqiqətən də mənim elə bir xasiyyətim var ki, bugün müsbət kimi qiymətləndirilir. Amma o müsbət keyfiyyət mənim münasibətlərimə mənfi təsir edir. Bax, belə bir hallar da ola bilər. Və yaxud da ki, əksinə, ona görə aydınlaşdırmaq lazımdır ki, sizin bugünkü xüsusiyyətləriniz, hansılar münasibətlərdə nə cür öz əksini tapır, bu artıq bilirsiniz necə əsaslı müzakirə üzərində qurulan bir prosesdir də. Yəni, mən sadəcə olaraq belə düşünürəm, fərziyyələr, o ehtimallar, artıq bunlar üzərində deyil, gördüyüm işlər üzərində düşünməliyəm. Və nə vaxtsa, nələrsə mənə deyilibsə, bax, o səsləri ayırt etsək, biz artıq özümüzü yaxşı tanımalıyıq. Bəli, baxın, görün necə sadə səslənir. Biz özümüzü tanıdıqca artıq bütün kənar deyilən sözlər bizə aid olmayacaq. Heç bir kəs sizə gəlib desə ki, sənin ağlın yoxdur, o söz sizə təsir etməyəcək. Çünki siz biləcəksiniz, sizin ağlınız hansı səviyyədədir, nəyi bilirsiniz, nəyi bilmirsiniz. Sadə bir misal var. Kimsə gəlib desə ki, sənin necə də çəhrayı saçı var, bu da çəhrayı saçdır. Siz ona baxıb biləcəksiniz ki, bunun gözlərinə nəsə olur. Siz biləcəksiniz ki, problem ondadır. Çünki siz əminsiniz ki, sizin saçınız çəhrayı deyil. Amma kimsə gəlib deyəndə ki, axmaq danışma, siz artıq bozaracaqsınız o insanı ki, sən nə danışırsan, mən hardan belə axmaq oldum? Çünki o zaman sizin artıq özünüzə aid şübhələriniz var, boşluqlar var ki, mən doğrudan da axmaq ola bilərəmmi? Belə bir ehtimalı özünüzə icazə verirsinizsə, deməli, kənarda deyilən bu söz də sizə mənfi təsir edəcək. Ona görə də çalışırıq hər dəfə belə bir avatar yaradaq. Dırnaqlarımızla, saçlarımızla. Bugün baxın, nəhayət ki, xanımlar, dırnaqlar, mən nə vaxtsa, heç vaxt uzun dırnaqları sevməmişəm. Amma sizə deyim ki, bu şlaqdır. Sadəcə səliqə üçün edirdim də. Xanımlar mənim başa düşər ki, səliqəli olsun. Amma bu yaxınlarda, dedim, bir dırnaqlarımı istirahət edib, çıxardım. İnanın, öz əllərimi görəndə elə xoş təsir bağışladı mənə. Elə sevdim öz dırnaqlarımı ki, mən onları deyirəm, mən gizlətmişdim. Mən neçə vaxtı öz dırnaqlarımı müxtəlif rənglər altında, şılaq, gel, gizlətmişdim. Mən onları görə bilmirdim. Elə bir ki, bir məqamda mənə elə gəldi ki, dırnaqlarım mənə baxır, deyir ki, ay sən bizi heç görmək istəməmsən. Nəhayət ki, elə doğma gəldi ki, mən dedim, yox, bax, indi özüm üçün edəcəm bunu. Hər dəfə şalaq etmirəm, əla, makiyajsız. Baxın, makiyajsız əgər çıxa bilirsinizsə, əla. Mən də çıxa bilirəm.
Sadəcə olaraq bəzən istəyirəm bir xanım olaraq üz cizgilərimdə nəsə oynayaram, bunu da edirəm, tətbiq edirəm. Amma bu makiyajdan asılı deyiləm, bu dırnaqdan asılı deyiləm, bu saçdan asılı deyiləm. Yəni şəkillərdə necə görünməyimdən asılı deyiləm. Bugün süni intellekt təbii ki, çox imkanlar verir ki, özümüz üçün bir dünya yaradaq da, düzdürmü? Yaradırıq. Amma bu dünya olmasa belə yaşaya bilərik. Bax, bu vacib bir nüansdır. Asılılıq olanda gedirsən kipri düşür, vaxtında kipriklərim düşür, gedim kiprikləri qoydurum, gedim dırnağımı qoydurum. Daimi stres yaşayan insanlar özlərindən uzaqlaşırlar. Çünki onlar bir başqası üçün sanki obraz yaradırlar, özləri üçün deyil. Belə buna deyirlər simptomlar. Bu simptomları, siqnalları özündə görən insan başa düşməlidir ki, kipriyi nə qədər çox qoysaz belə, estetik müdaxilələr nə qədər çox etsəz belə, yenə də özünüzdən narazı olacaqsınız. Çünki problem psixolojidir. Eyni zamanda bu çəkiyə də aiddir. Artıq çəkiyə və yaxud da ki, çəki ala bilməməyə, bu problemlər hamısı psixoloji qaynaqlanır. Özümüzdən uzaqlaşdıqca biz həm iradəmizi idarə edə bilmirik, həm içimizdəki özümüzə qarşı güvəni də idarə edə bilmirik. Bəli, bəli. İtiririk. İtirdikcə bir başqa insanlarda sanki özümüzü tapmağa çalışırıq. Ona görə də münasibət problemlərdə təəssüflər olsun ki, xanımlarda çox üzləşirəm belə hallarla. Kimsə bir o sevgi üçbucağı ilə rastlaşırsa, özünü tamamilə itirir. Yalnız o qadını düşünür, o məşuqəni düşünür. İndi o biraz geniş bir mövzudur. İnşallah ola bilər ki, maraqlı olarsa növbəti bizim görüşlərimizdə mövzulara toxunaraq. Hər dəfə elə bir ki, kişi də yaddan çıxır. Başlayır həmin o üçüncü insanı izləməyə, ilim, onun sosial şəbəkəsinə girir, o necə biridir. Özü ilə başlayır müqayisə etməyə. Bax, beləcə özünü unudaraq, tam olaraq hesab edin ki, bu vəziyyəti uçuruma doğru aparır da. Bəli. Ona görə qayıdırıq özümüzə, kəndimizə qayıdırıq. Qayıdırıq özümüzə, özümüzü tanımağa. Mən bu mövzuda əvvəllər, bax bunu Tarana xanım çox gözəl xatırlayar, çünki o vaxtlar bizimlə qrupdaydı. Bizim Mükəmməl Sənsən proqramı var idi, yadınızdadırmı Tarana xanım? O vaxtlar bir marafon kimi hətta keçirirdim. Çünki görürdüm ki... Bəli, yadımdadır. Bəli. Hətta belə deyək də, hər gün nə etmək lazımdır bu istiqamətdə çağırışlar edirdim də qrupda xanımlara ki, bugün bunu edəcəyik, bugün səhər tezdən oyanacaq, bugün belə edəcəyik, onu edəcəyik, sərbəst çıxacaq, nəsə. Çünki kiçik-kiçik bizim addımlarımız bizim üçün o xırda özümüzlə əlaqəli güvən hissi yaradırdı. Amma indiki proseslərdə mən bir qədər o yanaşmadan uzaqlaşmışam, biraz onu təkmilləşdirmişəm. Çünki koqnitiv davranış terapiyasında daha dərindən işlər görməsək, həmin o marafon çərçivəsində xanımlar keçirlər o şəxsi inkişaf etaplarını. Lakin marafon bitir, təlim bitir, bir müddət sonra üzləşdikləri yeni hadisələr yenidən əvvəlki o ab-havanı daxildə keçirdikləri bütün ağrı acılarını yenidən qaytarır. Deməli, koqnitiv səviyyədə işlər görülməyib, o xətalar üzə çıxmayıb. Ona görə fərdi terapevtik proseslərə indi daha çox üstünlük verirəm. Qrup görüşlərində, bax dediyimiz kimi, belə müzakirələri, bu maarifləndirici proseslərdir də. Ən azından insanlar bilsinlər ki, çıxış yolu hardadır, hansı istiqamətdə hərəkət etməliyik, hansı istiqamətdə düşünməliyik ki, orada nələrsə axtaraq da. Elə olanda bu sadəcə aydınlatma yaradır. Amma terapevtik proseslər, xüsusən də özgüvən, komplekslərlə mübarizə prosesləri, bunlar hamısı zamanla əldə olunan bir nəticədir. Yəni, hətta bir müddət insan terapevtik prosesləri keçəndən sonra həyatında üzləşdiyi vəziyyətlərdə artıq yeni bir reaksiyalar gördükdən sonra başa düşür ki, səndə və məndə nəsə dəyişmiş. Və yaxud ki, özünü başqa tərəfdən tanımağa başladıqca görür ki, elə bir yeni bir hətta münasibətlər yaranır, yeni bir əlaqələr qurulur. Nə vaxtsa tədbirə gedəndə bir kənarda dururdusa, indi söz demək istəyir, içindən o istək gəlir. Burada xasiyyətin də, bir xarakterik xüsusiyyətlər də önəmlidir də. Yəni, o istiqamətdə nəticələr bizi sevindirdikcə də özgüvənimiz artır. Belə, inanıram ki, bizim bu qrupumuzda, bugünkü görüşümüzdə iştirak edən hər kəs özgüvəni üçün nələrsə etmək istəyir və istəyəcəkdir. Və özgüvəniniz dediyimiz kimi dəyişkən bir prosesdir deyənə.
Düşünməyək ki, bugün artıq məndə hər şey belə idealdırsa, belə istədiyim nəticəni əldə etmişəmsə, sabah nəsə dəyişməyə bilər. Əgər biz düşüncə səviyyəsində daimi şəkildə o formada düşünməyə davam etməsək, misal üçün ola bilər ki, sabah nəsə istədiyimiz kimi getməsə, biz ruhdan düşməməliyik. Düşəriksə, deməli, həmin o xəta, o mövqe hələ də var. Yəni biz əgər görsək ki, yox, artıq bizə təsir etmir əvvəlki kimi, biz bir başqa cür artıq düşünürük, bir başqa cür yanaşırıq, elə ki, baxış bucağı dəyişir də. Elə olan halda, deməli, özgüvən daimi şəkildə qorunub saxlanıla bilər. Hardasa özümüzə qarşı başlasaq tənqidi fikirləri böyütməyə, hətta katastrofikasiya vəziyyətinə gətirməyə, bəli, böyütdükcə, deməli, bizim depressiv durumumuz çoxala bilər. Siz sağ olun, dinlədiyiniz üçün, burada olduğunuz üçün çox sağ olun. Təşəkkür edirəm, minnətdaram, mənə çox xoş oldu. Bugünkü görüşümüz mənim sevdiyim mövzu ətrafında idi deyənə, mənə də çox xoş oldu bu mövzuda danışmaq. Təbii ki, digər psixoloji mövzularda da təhlil etmək, analiz aparmaq maraqlıdır. Amma onlar bir qədər daha, belə deyək də, insanları narahat edən, bax o təşviş mövzusu olsun, depressiv mövzular olsun, obsesiyalar olsun, bunlar hamısı bir qədər daimi şəkildə insanı gərgin saxlayan bir mövzulardır. Amma nə vaxt ki, insan öz məni ilə əlaqəli danışır, nə vaxt ki, özü şəxsiyyəti ilə bağlı olan düşüncələrə gedir, hər dəfə orada yeni qığılcımlar, yeni işıqlar görür. Ona görə belə deyək, bu mövzuda bugünlük bu qədər mən deyərdim. Əgər heç bir sualınız yoxdursa, konkret, mən məlumat üçün bildirim ki, ailə terapiyasına da hər kəs qoşula bilər. Ailə münasibətləri sistemli bir baxış tələb edir və bugün, bax, yoldaşımın, həkim, psixiatr, psixoterapevt Kənan Rəhimovun qrupumuza göndərdiyi səs də bunun sizə, belə deyək, bu istiqamətdə məlumatı verəcək ki, əgər siz özünüz psixologiyada özünüzü görmək istəyirsinizsə və bugün psixologiya üzrə ali təhsiliniz yoxdursa, siz sırf bax bu istiqamətdə kvalifikasiya əldə edə bilərsiniz bir coach olaraq, ailə münasibətləri üzrə bir mütəxəssis olaraq, rəsmi sertifikat da əldə edəcəksiniz və sizin üçün bizim şirkətdə də bir şərait yaradılacaq ki, ilk addımlarınızı atarsınız. Çünki kursu bitirdikdən sonra 2 aylıq intensiv bir kursdur. 3-cü kurs, o 3-cü ay olacaq superviziya. Kənan müəllim də iştirak edəcək bu superviziyada və ümumiyyətlə ailə terapiyasının bizim bu yeni modelində biz ikimiz birlikdə də konsultasiya proseslərinin bir yanaşmasında, couple terapiyada, yəni dediyim kimi, o yanaşmasında yeni metodlarla da tətbiq edəcəyik. Hansılar ki, tezliklə siz kitabda da görəcəksiniz. İnşallah, uğurlar arzulayırım. Çox sağ olun, Çox sevindim. minnətdaram. Yeni proyektlərinizlə, Minnətdaram. proqramlarınızla. Mən orada qulaq astım, bizim dəyərli psixolog, psixiatrımızın səsinə. Bəli. Orada söylədi ki, məncə köhnə tələbələr orada dinləyici kimi iştirak edə bilər, belə başa düşdü. Yox, dinləyici kimi yox. Bizim psixologiya məktəbinin məzunları, üzvləri, ümumiyyətlə bu 2 aylıq ailə terapiyası kursu psixologiya məktəbinin nəzdinə daxildir. Yəni 1 illik proqrama daxildir. Yəni zaten bu kurs keçirilir psixoloqlar üçün, bizim məktəbin üzvləri üçün keçirilir. Sadəcə olaraq bu kursa ayrıca qeydiyyatdan keçənləri də qəbul edirik. Kim ki sırf bu 2 aylıq kursu keçmək istəyir. Və 3-cü ayda bu ayrıca bir ailə klubunun üzvü olaraq bir superviziya klubu kimi, yəni belə deyək də aktiv saxlayacaq ki, insanlar qeydiyyatdan keçəndən sonra, bu kursu bitirəndən sonra öz üzərlərində işlədikcə təcrübə qazanmaq üçün biz onlar üçün bu şəraiti yaradacağıq. Bu 3-cü ay buna istiqamətlənir. Hətta bizim psixologiya məktəbinin üzvləri belə bu 2 aylıq kursu proqramın daxilində keçirilir də. O reqlamenti bitirəndən sonra onlar da həmin o kluba ayrıca üzv olmalıdırlar, yəni ailə klubuna. Çünki iş prosesi daimi gedir, müxtəlif vəziyyətlər, ailə кейslərlə rastlaşırlar və bu zaman onlara bir peşəkar dəstək də lazım olur da. O peşəkar dəstək bizim həmin o klubda olacaq. Bu qədər. Təşəkkür edirəm.
hərdən bir süni intellektə cavab verir. O şablon cavablar olanda çox vaxt deyirəm ki, bir göz tanıdığımız insanlara şablon cavablar gəlir. Deyirəm bu süni intellektin işidir. Təşəkkür edirəm hər birinizə, xanımlar və bəylər. Kimlər ki, bilmirəm, burada bəylər də var idi, yoxsa yalnız xanımlar idi. Adlarda tam ayırt edə bilmədim. Yenə də minnətdaram. Biz də sizə Sağ təşəkkür olun. edirik. Gözəl Minnətdaram. mövzular üçün. Çox sağ olun Samirə xanım.